Bugünkü mövzumuz ağciyərlərin xroniki obstruktiv xəstəlikləri mövzusudur. Orqanizmin bütün orqanları birliyi ilə vəhdət təşkil edir. Simptomlardan danışaq. Üç mərhələsi olur. Kəskinləşmə və stabil mərhələ. Elektron siqaret, qəlyan, kimilərin nə təsirləri var? Doktor, mən siqaret çəkmirəm. Bəs nə çəkirsən? Qəlyan istifadə edirəm. O elə də zərərli deyil axı. Yox. Tamamilə yanlış fikirdir. Aycan xanım, xəstəliyin müalicəsində hansı dərman müalicəsindən və üsullardan istifadə olunur? Açıq-oxun müalicəsinin məqsədləri var ilk öncə. Cərrah daxilə olurmu belə? Bir hissəsinin ağciyərin götürülməsi. Siqaretin tercih edilməsi xəstəliyin inkişafını necə ləngidə bilər? Açıq-oxda məqsəd elə ondan ibarətdir. Vətəndaşların bu xəstəlikdən qorunmaq üçün hansı tədbirlər həyata keçirməli olduğu barəsində nə deyə bilər? Siqaretdən uzaq olun, qəlyandan uzaq olun, zərərli adətlərdən uzaq olun. Hər vaxtınız xeyirli əziz izləyicilər, Can Həkimi verilişinin növbəti buraxışında xoş gördük sizləri. Bugünkü mövzumuz ağciyərlərin xroniki obstruktiv xəstəlikləri mövzusudur. Bunun üçün studiyamıza qonaqla dəvət etmişik. Qonağımız Sumqayıt Tibb Mərkəzinin strukturuna daxil olan 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinin həkim terapevti Aycan xanım Eyvazovadır. Aycan xanım, xoş gördük. Xoş gününüz olsun Ramil müəllim. Dəvətiniz üçün sizə təşəkkür edirəm. Ağciyərlərin xroniki obstruktiv xəstəliyi. Ağciyərlərin xroniki obstruktiv xəstəliyi, bunu qısa variantlarda da deyə bilərik. Yəni tibbi yazılarda, protokollarda xox, axox, açxox kimi də yazılır. Yəni qısaldılmış forması kimi. Məndən soruşsaz ki, niyə məhz açxox? Mən belə demək istəyərdim ki, orqanizmin bütün orqanları birliyi ilə vəhdət təşkil edir. Orqanizmdə artıq bir orqan yoxdur. Amma nəzərə alsaq ki, insan nəfəs almadan neçə saniyə yaşaya bilər və son dönəmlərdə yaşadığımız o ağır COVID xəstəliyinin fəsadı olaraq tənəffüs çatmamazlığı nəticəsində insanların, yəni ən çox bunu nəzərə alsaq, mən deyərdim ki, bronxial asma, obstruktiv bronxit ən ağır xəstəliklərdən biridir. Düşünəndə ki, insan bir suyun altında bir 3-4 saniyə, bir 15-20 saniyə artıq qalandı, necə nəfəs ala bilmir. Mənim fikrimcə həkim olaraq mən həmişə ağciyər xəstəliyini, yəni nəfəs ala bilməyən insanın durumunu nəzərə alsaq, ən ağır xəstəlik hesab eləmişəm. Obstruktiv bronxit xəstəliyinin özünə gələndə açxox. Açxox əksəriyyətcə distal bronxların və eyni zamanda ağciyər parenximasının zədələnməsi ilə müşahidə olunan ağciyər emfizeması, buna emfizematoz fenotip və diffuz pnevmosklerozun bronxitit fenotip belə deyək, inkişafı ilə gedən respirator sistemin xroniki, diffuz, progressivləşən iltihabi xəstəliyidir. Həm bronx, həm ağciyərin zədələndiyinə görə və xəstəliyin yaranmasında xarici faktorların təsiri çox yüksək olduğuna görə, bura ilk öncə biz mütləq tütün tüstüsünü əlavə edirik. Mütləq şəkildə tütün çəkən insanlardan bir nüansı qeyd edelim, vacib deyil. Məsələn, o qədər tütün çəkən insanlar var ki, bu o demək deyil ki, onların hər biri açxox xəstəliyi ilə əziyyət çəkəcək, yox. Amma xəstələr də var ki, heç indiyə qədər tütün tüstüsündən bəli istifadə eləməyiblər, lakin onlarda... Amma yanında çəkən şəxs olanda ona təsir göstərir. Biz ona passiv siqaret çəkən deyirik və o da təsir göstərə bilər. Bəli, necə təsir göstərə bilər? Çünki açxoxun yaranmasında tək tütün tüstüsü deyil, ətrafın qeyri-normal şəraiti, insanın işlədiyi rejimin pis ventilyasiya şəraiti olması, kimyəvi tozlarla, kimyəvi maddələrlə təmasda olduğu mühitlə işlədiyi bir şeylər. Sonra risk faktoruna daxildir, məsələn, kişilər. Bu xəstəlik daha çox kişilərdə müşahidə olunur, 35-40 yaş üstü kişilərdə və eyni zamanda bir nüans var. Xəstələr, hansı ki, anadan gəlmə ağciyər üsuru, ağciyər inkişafından əziyyət çəkən xəstələr olur ki, bəli, bunlarda tütün tüstüsü olmasa da belə görənə bilər və genetik faktor. Genetik faktor alfa-1 antitripsin amilaza, belə deyək, bunun çatmamazlığı. Bu, hətta yenə də bir də nüansı deyim, COVID-də də bu xəstələr daha ağır keçirdilər COVID xəstəliyini. Eyni xəstələr, eyni ağırlıqda keçirmədilər. Yəni, hansı ki, bu fermentin defisiti var idi, həmin xəstələr letallıqla nəticələnən nəticələrə qədər gəlib çıxdı bu xəstəlik. Xəstəliyin gedişatını nəzərə alsaq, xəstəliyin gedişatının 4 dərəcəsi var. Əsas simptomlarla bağlı sual verəcəkdim. Simptomlarla bağlı danışaq, amma mən öncə bir xəstəliyin mərhələləri haqqında deyim. Çünki xəstəliyin 4 mərhələsi var.
mərhələyə görə Aha. yüngül, orta ağır, ağır və çox Hı. ağır forması. Yəni bu elə mövzudur ki, bir mövzudan digərinə Aha. mütləq adlayırıq. Yəni bunun da Buyurun, buyurun. qoyulma dərəcəsi var nəyə görə? Çünki obstruktiv bronxitin müayinəsində qızıl standart hesab olunur spirometriya. Və spirometriyanın nəticəsinə əsas olaraq xəstələrin ağır, orta ağır, yox yüngül və çox ağır olması qoyulur. Buna istəyirsiniz bir açıqlıq verim. Spirometriya müayinəsi Spirometriya müayinəsi həyata keçirilir Sumqayıtda, Sumqayıt mərkəzi xəstəxanada spirometriya metodu var. Əvvəllər yox idi, ancaq xəstələri göndərir Ağca Xəstəliklər İnstitutuna. Hazırda bəli, həmin xidmət Sumqayıt. İndi hazırda Sumqayıtda 2 nömrə xəstəxananın nəzdində var. Bunu mən bir tibbi dildə deyim, çünki bizim verilişimizə baxan belə deyək, həkimlər, tibb işçiləri. Spirometriyanın göstəricisi nədir? Burada FEV1, FVC, FEV1-in FVC-yə nisbəti bu nədir? Maksimal nəfəs almadan sonra gücləndirilmiş nəfəs vermə zamanı həcmi, yəni ağciyərin həyat həcmi FVC, FEV1 isə maksimum nəfəs vermə zamanı ilk saniyədə verilən nəfəsin miqdarı. Bu FEV1-in FVC-yə nisbəti əgər xəstələrdə 80%-dən yuxarı və yaxud bərabərdirsə, bu gedir yüngül forma. Əgər göstərici 50%-dən yuxarı, 80%-dən aşağıdırsa, biz buna orta ağır forma, 50%-dən aşağı, 30%-dən yuxarıdırsa, o ağır forma, 30%-ə bərabər və yaxud 30%-dən aşağıdırsa, bu göstərici bu artıq çox ağır forma hesab olunur. Bir şey də nəzərinizə çatdırım ki, artıq 50%-dən aşağı göstərici bu xroniki tənəffüs çatmamazlığıdır. Çox təəssüf ki, xəstələrin əksəriyyəti artıq bu vəziyyətdə həkimə müraciət edirlər və həmin vəziyyətdə həkimə müraciət edəndə artıq 50 dərəcəsinə qədər gətirib çıxarması müşahidə olunur. Yəni tənəffüs çatmamazlığı 50%-dən aşağı, bu artıq tənəffüs çatmamazlığı 50 dərəcəsi. Biz vətəndaşlarımız üçün də izah edək. Spirometriya yəni tənəffüsü ölçür. Ki, nə qədər biz tənəffüs hansı səviyyədədir? Hansı səviyyədədir? Covid vaxtı indiyə qədər heç bir xəstə pulsoksimetri biz həkimlər verirdik. Gəlin belə boynumuza alaq ki, biz terapevtlər belə pulsoksimetrdən nə dərəcədə istifadə edirdik? Amma çox ağır hallarda, təsadüf hallarda. Ən çox pulsoksimetrdən istifadə edirdi reanimatoloqlar, əməliyyat öncəsi, əməliyyat sonrası. Coviddə bu bir artıq rutin halını aldı. Bütün həkimlərin əlində, mən çox ciddi məşğul olan həkimlərdən biri kimi deyirəm, mütləq şəkildə onu ölçürdük. İnsanda saturasiyanın miqdarı, yəni parsial təzyiq, bu qanda oksigenin miqdarı normada 95-100% arasındadır. Hələ elə bir xəstə olmayıb ki, onda 100% göstərsin, bu olmayıb, maksimal 99 göstərir. 95-99% bu normal saturasiya deməkdir. Yəni qanda oksigenin miqdarı. 95%-dən aşağı artıq saturasiyanın düşməsi, yəni qanda oksigenin miqdarının azalması deməkdir. Bu saturasiya məsələsini biz Covid dövründə daha çox eşitdik. Biz bəli, Covid dövründə eşitdik onu. Yəni o vaxta qədər yenə də dediyim ki, bu əsas reanimatoloqların, cərrahi profilin diqqətinə yanaşdığı bir mövzuydu. Saturasiyanın amma Covid obstruktiv bronxitli olan xəstələrdə 90%-dən aşağı, 86-87%-ə düşməyinə qədər gəlib çıxır. Və aydın məsələdir ki, xəstənin evində bu aparatura yoxdur. Və xəstə də həkimə ancaq, gəlin belə danışaq, yüngül öskürəklə hansımız həkimə müraciət edirik? Heç birimiz. Bu xəstələrin də əksəriyyəti siqaret çəkən xəstələr olduğuna görə, yəni öskürəyini nə ilə bağlı? Siqaret çəkirəm, ona görə öskürürəm. Nə bilim, çox hərəkət elədim, ona görə öskürdüm. Ya soyuq su içdim. Ya soyuq su içdim, mənə soyuq oldu. Hansısa bir respirator infeksiya qoşuldu və s. Bu kimi hallarla əlaqələndirir. Və həkimə ancaq o vaxt müraciət edir ki, artıq tənginəfəslik qoşulur. Tənginəfəslik qoşulanda həkimə müraciət edir. Yenə də ilkin periodunda müraciət eləsə, nə xoşbəxt olarıq, daha asan olar. Elə bir vəziyyətə gəlib çıxırlar ki, xəstə artıq stabil vəziyyətdə belə tənginəfəsliyin nə qədər ağır olduğundan əziyyət çəkir. O zaman ümumiyyətlə ilkin müraciət edən bütün xəstələr mütləq spirometriyaya göndərilir. Digər müayinə metodlarına da göndərilir. Yəni rentgen müayinəsidir, ilkin olaraq fluorometriyadır, digər laborator müayinələrdir. İndi onu EKG-sidir, EXO-sudur, tənginəfəslik olanda aydın məsələdir ki, biz tək ağciyəri düşünmürük. Burada ürək xəstəliklərini də inkar eləmək məcburiyyətindəyik bu nöqteyi nəzərdən. Amma qızıl standart spirometriyadır.
Simptomlardan danışaq. Simptomlardan danışaq. Mərhələlərindən söz açdınız. Xəstəliyin iki mərhələsi olur. Kəskinləşmə və stabil mərhələ. Stabil mərhələ demək olar ki, uzun müddət, aylarla, həftələrlə xəstəliyi müşahidəyə götürəndə bir digər ağır əlamət görmürük. Ancaq kəskinləşmə mərhələsi 24 saatdan az olmayaraq xəstənin kəskin öskürəyinin olması, təngənəfəsliyinin olması, göstəricilərinin aşağı düşməsi, bunlar artıq kəskinləşmə mərhələsidir. Amma formalarına gəldikdəsə, obstruktiv bronxitin emfizematoz forması, bronxitit forması və qarışıq forması var. Bronxitit forması bu daha çox aksinar emfizema, xəstələrdə hipersekresiya, ağciyərlərdə oksigenin miqdarının azalması, yəni saturasiyanın düşməsi, xəstələrin nəfəs alma, nəfəs verməyə müqavimətinin artması, emfizematoz forma isə daha çox ahıl yaşlarda müşahidə olunur. Buna biz panaksinar emfizema deyirik və panaksinar emfizemada artıq qan qazlarının miqdarında dəyişiklik, bu artıq xəstələrdə mütəmadi olan təngənəfəsliyə gətirib çıxardır. Bu uşaqlarda necə ümumiyyətlə var mı belə bir şey? Ümumiyyətlə yox, irsi faktordan. Ümumiyyətlə bronxial asma ilə məsələn ən çox diferensiyasiya elədiyimiz xəstəlik bronxial asmadır. Bəzən onu səhv salmaq olur. Amma ciddi fərqlər var. Bronxial asma daha çox erkən yaşlardan başlayır. Bronxial asma özü də, yəni allergik xarakter daşıyır. Lakin obstruktiv bronxit daha çox orta yaşlı və ahıl yaşlarda olur. Daha çox kişilərdə müşahidə olunur. 35-40 yaşın üstü xəstələrdə daha çox müşahidə olunur. Və yenə də dediyim kimi, bronxial asma fəsillə əlaqədar dəyişə bilər. Yaz, payız aylarında, məsələn, tozların falan çıxdığı mövsümlərdə. Amma obstruktiv bronxit daha çox soyuq aylarda, soyuq havalı olan aylarda daha çox ağırlaşmış xarakteri gətirib çıxardır. Bir ifadə var, bəzən deyirlər sinəm göynəyir. Sadəcə olaraq bilmək istəyirəm, bu ürəklə bağlı olan məsələdir, yoxsa ağciyərlə, yoxsa hər ikisi ilə bağlı ola bilər? Deməli, belə deyək, xroniki obstruktiv bronxitin şikayətlərindən təngənəfəslik, öskürək, bəlğəm. Düzdür, ilk öskürək olsa da belə, biz ən vacib şikayət təngənəfəsliyi götürürük. Niyə? Çünki yenə dediyim kimi, o xırda öskürəklə xəstələr həkimə müraciət eləmirlər. Xəstələr müraciət edirlər təngənəfəsliklə. Və o təngənəfəsliyin də artıq, əlbəttə ki, o cür xəstə həkimə müraciət edəndə biz təngənəfəslik tək ağciyərə bağlamırıq. Mütləq şəkildə bir elektrokardioqramadır, exokardioqramadır, digər müayinələr də yoxlanılır. Bəli, düz vurğuladınız. Orada ağciyər ürəyi deyilən, sağ mədəciyin hipertrofiyası ilə gedən mütləq şəkildə bir ağırlaşması var obstruktiv bronxitin. Bu xəstəliyin artıq ağırlaşması və geri dönməyən bir prosesdir. Ürək xəstələrində, məsələn, digər orada bir sıra göstəricilər var da, biz laborator müayinələrdə yoxlayırıq, biz elektrokardioqramada yoxlayırıq. Biz, yəni, hər halda aydın olur ilk öncə həkimin qəbuluna xəstə gələndə bunun bir ağciyərlərinin auskultasiyası var, bir palpasiyası var. Buna qulaq asanda zaten görünür. Məsələn, asma ilə obstruktiv bronxiti müqayisə edəndə asmanın remisiya fazasında ağciyərə qulaq asanda heç bir dəyişiklik görmürsən, ancaq residiv vaxtı. Obstruktiv bronxit isə artıq düzdür, müalicələrlə xəstəliyin gedişatını yavaş-yavaş azaltmağa çalışsaq da belə, yəni yüngülləşdirməyə çalışsaq da belə, obstruktiv bronxit müalicə olunmayan, progressivləşməyə doğru gedən, müalicə etsək də belə, proses davam edən bir xəstəlikdir. Yəni ağciyər fibrozuna qədər gətirib çıxardan, pnevmoskleroza qədər gətirib çıxardan bir prosesdir. Yəni bu geriyə dönməyən Qadınlarda prosesdir. müşahidə edilir. Qadınlarda müşahidə olunur. Yəni gəlin belə etiraf edək, siqaret çəkən qadınlar daha çox. Və eyni zamanda bu xəstəlik daha çox siqaretlə bağlıdır. Siqaretlə bağlılığı demək olar ki, %60-ın üstündədir. Bəli, ona görə daha çox siqaretlə bağlayırıq. Amma gəlin belə danışaq. Pis şəraitli ventilyasiyası, pis ventilyasiyası olan yerdə mətbəxdə işləyən qadınlar var. Havasızlıq şəraiti. Bəli, havasızlıq. Orada yeməklərin isidilməsi, yeməklərin bişirilməsi ilə o yanan yağların təsiri nəticəsində, yaxud kimyəvi istehsalat birliklərində bu kimyəvi maddələrin təsiri ilə işləyən qadın xəstələr var ki, və onlarda da müşahidə olunur. Amma daha çox, dediyim kimi, cins kişi. Siqareti vurğuladınız, digər bir sualım var. Elektron siqaret, qəlyan, kimilərin nə təsirləri var?
Deməli bir nüansı deyim. İndiki uşaqlarda, tək uşaqlarda yox, kişilərdə də əksəriyyətində nə var? Doktor, mən siqaret çəkmirəm. Bəs nə çəkirsən? Qəlyan istifadə edirəm. O elə də zərərli deyil axı. Yox, tamamilə yanlış fikirdir. Qəlyan, mən deyərdim ki, bəzi hallarda siqaretdən də ağır bir prosesdir. Çünki bu siqareti tək sən çəkirsən və atırsan. Amma o qəlyanı otururlar 5-6 dost birdən istifadə edirlər və birinin nəfəs aldığı o qəlyanla filtrasiya olunub qayıdır. Hər dəfə hansı bir ağırlaşmalara gətirib çıxardır. Aycan xanım, xəstəliyin müalicəsində hansı dərman müalicəsindən və üsullardan istifadə olunur? Açıq oxun müalicəsinin məqsədləri var ilk öncə. Çünki dediyim kimi bu xəstəlik müalicə ilə sağalan bir xəstəlik deyil. Müalicədə məqsəd xəstənin vəziyyətinin yaxşılaşdırılması, xəstənin həyat fəaliyyətinin yaxşılaşdırılması, xəstələrin belə deyək, sosial ortama yenidən geri dönməsi, ölüm riskinin azaldılması. Əgər müalicə dərman preparatlarından danışsaq, burada yəni dərman qrupları ilə danışaq. Bronxolitiklər, burada bəlğəm durulaşdırıcılar, bəlğəm gətiricilər, heç bir halda öskürək əleyhinə preparatlar istifadə oluna bilməz. Ən çox mukolitiklər, mukokinetiklər, mukoregulatorlar, bunlardan istifadəsi. Bura yəni bir neçə qrup preparatlar, əsas 3 qrup preparatlar ilk öncə başlayır. Beta-2 aqonistlər, qısa uzun müddətli təsir olan, məsələn salbutamol, uzun müddətli təsir olan salmeterol, vermeterol, emxolinolitiklər, bunlardan yenə qısa və uzun müddət təsir edən preparatlar, ən məsləhətlisi tiotropin bromid. Sonra metilksantinlər. Metilksantinlər teofilin törəmələri, eufilin, doksafilin və s. Yəni bunların da istifadəsi, belə deyək, uzun istifadəsi, toksiki təsir olduğuna görə yenə inqalyatorlardan, inqalyasiyon vasitələrindən istifadə və nəzərə çatdırım ki, deməli bu xəstələrin istifadəsində yüngül vəziyyətlərdə ilk beta-2 aqonistlərdən başlanılır. Bunların yəni qısa müddətlərinə nisbətən uzun müddətlərin təsiri hardasa 12 saata qədər davam edə bilir və xəstə istifadəsinin heç bir əks göstərişi yoxdur, yaxud uzun müddət istifadəsi öyrənmə versin, təsir mexanizmi azalsın deyil. Eyni zamanda emxolinolitiklər, bunların da istifadəsi beta-2 aqonistlərlə müqayisədə daha uzun müddətli olur. Yəni 24 saata qədər saxlayıcı olur. Metilksantinlər eyni və çox hallarda artıq o preparatların kombinasiyasından istifadə olunur. Beta-2 aqonist emxolinolitiklə və s. yəni qısa müddətli, uzun müddətli bu cür təsir mexanizmi. Bu dərman preparatlarından əlavə, yəni xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq artıq başqa preparatlarda glikokortikosteroidlərdir, sistem inqalyasiyon glikokortikosteroidlərdir. Bunların istifadəsi, yəni glikokortikoidlər, sistem glikokortikosteroidlər, prednizolon, metilprednizolon qrup ancaq artıq ağır hallarda istifadə olunur. Preparatın uzun müddət istifadəsi əks göstərişdir. Niyə? Çünki uzun müddət istifadəsi əzələ atrofiyasına qədər gətirib çıxardır. Bu da aydın məsələdir ki, xəstənin ağırlaşmasına gətirib çıxaracaq. Uzun müddət istifadə edə bilmərik və ona görə ən çox istifadə olunan sistem inqalyasiyon, belə deyək, steroidlərdir. Və onu da bildirim ki, hansı ki 50-lik dərəcəsi təsdiq olunmuş xəstələr, asmatiklər olsun, obstruktiv bronxit xəstələr olsun, dövlət tərəfindən o xəstələrə dərman preparatları ay-bay şəkildə verilir. Bəli, verilir. Yəni hər ay onları Airflex, Seretid, yəni bu şəkildə kombinasiyalı preparatlardır. Disk formasındadır. Xəstənin istifadəsi rahatdır. Bir disk xəstəni bir ay müddətində görür. Satışda qiyməti hardasa 35-50 manat civarı arasındadır və onu sağ olsun dövlət təmin edir həmin xəstələrə. Amma 50-lik dərəcəsi təsdiq olunmuş xəstələrə, hansıların ki artıq o dediyim göstəricisi 50%-dən aşağıdır. Bəli. Bu xəstələrdə, məsələn, xəstəliyin vəziyyəti ilə əlaqədar olaraq immunomodulatorlardan, məsələn, immunoregulatorlardan istifadə oluna bilər. Yenə də bu xəstəliyin kəskin periodunda istifadə oluna bilər, yüngül periodda və qısa müddətli, uzun müddət bu preparatın istifadəsinə keçməyə əks göstərişdir. Cərrahi müdaxilə olurmu belə xəstələrdə? Cərrahi müdaxilə olur, amma cərrahi müdaxilə ən ağır formada, yəni hansı ki fibroz
hemoskleroz yaranmış toxumada bir hissəsinin ağciyərin götürülməsi. Bu, yəni həmin nahiyyə zaten prosesdə heç bir iştirak eləmədiyinə görə götürülür və eyni zamanda xəstələrin ambulator və stasionar şəraitdə müalicələri var. Ambulator şəraitdə yüngül halda olan xəstələr müalicə alınır, hansı ki tabedir olur xəstəliyə. Amma kəskinləşmiş fazalarda ağır və çox ağır formalar artıq stasionar müalicədir. Çünki burada digər ağırlaşmalar qoşulur. Xəstələrin fizik aktivliyə qarşı tolerantlığı tamamilə düşmüş olur. Xəstələrin həyat fəaliyyəti tam pozulmuş olur. Üstəlik psixoloji fon bura qoşulur. Xəstənin çəkisinin azalması müşahidə olunur. İlkin əmələ gəlmiş aritmiyaların olması, ağciyər ürəyi, buna sağ mədəciyin hipertrofiyası. Yəni bu hallarda xəstələr artıq mütləq şəkildə stasionar şəraitdə müalicə olunurlar. Və var reabilitasyon tədbirlər. Reabilitasyon tədbirlər bu xəstələrdə çox əhəmiyyət kəsb edir əslində. Bu belə deyək də professional şəkildə aparılmalıdır. Həftənin bir günündən 5 gününə qədər, hər gün, hər məşqdə 10 dəqiqədən 45 dəqiqəyə qədər çəkə bilən tənəffüs hərəkətlərinin tənzimlənməsi. Yəni bu professional şəkildə aparıldığına görə ilk öncə ən azı 8 həftəyə qədər professional şəkildə aparılır. Kəsdikdən sonra qısa müddətə xəstə əvvəlki vəziyyətinə qayıtmır, effektivliyi çox gözəl olur və eyni zamanda məsələn ağıllı xəstələr var, özünü sevən xəstələr var ki, həqiqətən bu böyük bir şərtdir. Bunu xəstə ev şəraitində də mütəmadi olaraq davam edir. Nə qədər çox davam edirsə, bu qədər xəstənin vəziyyətinin ömrünün uzanmasına və ağırlaşmasının biraz ləngiməsinə səbəb olur. Siqaretin tərcih edilməsi xəstəliyin inkişafını necə ləngidə bilər? Bəli, deməli açıq-oxda məqsəd elə ondan ibarətdir. Açıq-oxda məqsəd xəstəliyin proqressivləşməsini ləngitməkdir. Çünki burada yenə də dediyim kimi geriyə dönən proses deyil. Xəstənin zaten sadəcə olaraq vəziyyətinin yaxşılaşdırılmasıdır, xəstəliyin proqressivləşməsinin qarşısının alınmasıdır. Tütün çəkən bir xəstə 5 il müddətində tütün çəkməməlidir ki, onun ağciyərləri, bronxları tamamilə təmizlənmiş olsun. Siz bunu özünüz təsəvvür edin, bu nə deməkdir? Yəni mütləq şəkildə xəstəyə bunu təbliğ etmək lazımdır. Hər dəfə qəbula gələndə bunu izah etmək lazımdır, başa salmaq lazımdır. Evindəkilərə demək lazımdır, buna izah edin və bəzən bir sıra tütün tərk edici preparatlar da var. Yəni mümkün qədər bunlardan da istifadə etmək olar, amma bunun da xəstəliyin gərək bir yan təsiri olmasın və xəstənin yanaşı xəstəlikləri olmasın. Xəstədə hansısa yanaşı ürək xəstəlikləri, qaraciyər xəstəlikləri və s. yəni xəstəliklər varsa bu preparatların istifadəsi də o qədər məqsədə uyğun deyil. Xəstənin çəkisinin azalması, xəstə artıq stabil vəziyyətdə belə nəfəs ala bilmir və bu vəziyyətdə olan xəstə artıq evdən çölə çıxa bilmir. Ölüm halları hansı səviyyədədir bu xəstəliklərdə? Ölüm halları, yəni xəstələrdə anoreksiya başlayırsa, hipoksemiya, hiperkapniya başlayırsa, dediyim kimi ilkin yaranan kəskin aritmiyalar başlayırsa, ağciyər ürəyi prosesə qoşulursa, sağ mədəciyin hipertrofiyası qoşulursa, bəli bunlar ölümlə nəticələnə bilən hallara gəlib çıxa bilir. Gəlib çıxır hətta. Bu xəstə ancaq xəstəxana şəraitində və yenə bir nüans qeyd edeyim, burada artıq müalicə preparatları ilə yanaşı mütləq şəkildə xəstəyə oksigen verilməsi. Müşahidə olunub ki, 15 saat fasiləsiz oksigenin verilməsi xəstələrdə həqiqətən həyatının geri dönüşünə səbəb olur. Düz yenə də dediyim kimi, bu xəstədə geriyə dönən ağciyər problemi deyil, geriyə dönmür. Sadəcə olaraq müalicələr, vaxtında diaqnoz qoyulmuş xəstəliyin həyatının uzatmasına, xəstəliyin proqressivləşməsinin qarşısının alınmasına və xəstələri ictimaiyyətə, belə deyək, sosial həyatına yenidən qazandırmağa səbəb olur. Xox xəstəsinin psixoloji vəziyyəti müalicəyə necə təsir göstərir? Bəli, psixoloji vəziyyəti müalicəyə mütləq şəkildə təsir göstərir. Çünki insanların bir günlük rutinləri olur. Xəstələr var ki, bunlar piyada gəzməyi sevir, dostu ilə, tanışı ilə gəzməyə çıxmaqdır, qaçışdır, məsələn kişilərdə futboldur. Lap adi bir əyləncəni deyək, bir toydur, bir oynamaq istəyir, bir şənlənmək istəyir, amma mütləq şəkildə ətrafından artıq geri qalır. Yəni istədiyi qədər o fiziki hərəkəti edə bilmədiyinə görə psixoloji vəziyyətinə mütləq şəkildə təsir edir. Psixoloji vəziyyəti zəif olan xəstələr hər bir xəstəlikdə olduğu kimi açıq-oxda da mütləq şəkildə mənfi təsir göstərir. Vətəndaşlara bu xəstəlikdən qorunmaq üçün hansı tədbirlər həyata keçirməli olduğu barəsində nə deyə bilərsiniz? Dediyim ən birinci, siqaretdən uzaq olun, qəlyandan uzaq olun, zərərli adətlərdən uzaq olun. Nə qədər ki, gənc yaşdan o siqaretdən istifadə etməsəniz,
Bəli, yaşlı vaxtında özünüz üçün sağlam həyat qazanmış olacaqsınız. Nə qədər ki, gənc yaşdan istifadə, çünki xəstələrin əksəriyyəti çox gənc və erkən uşaq yaşdan siqaret çəkənlər olur. Artıq ağciyərlər elə bir vəziyyətə gəlib çatır ki, 35-40 yaşında bu elə bir vəziyyətdə olur ki, həqiqətən geriyə dönməyən. Və yenə də dediyim kimi, nəzərə alsaq ki, xəstələr yüngül öskürəklə həkimə müraciət eləmirlər, ancaq ağırlaşmış halda gəlirlər. Bəli, hər şey çox gecikmiş olur o zaman. Təşəkkür edirəm, çox sağ olun gəldiyinizə görə. Sağ olun, mən də təşəkkür edirəm dəvətiniz üçün. Çox sağ olun. Hörmətli izləyicilər, xatırladım ki, qonağımız Sumqayıt Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli ailə sağlamlıq mərkəzinin həkim terapevti Aytən xanım Eyvazova idi. Çalışın, sağlam olun. Sağlam olun.